Dikkat, dikkat! Şad xəbər! Evsizlərə və ev almaq istəyənlərə şad xəbər. Paylaşaq hər kəsin xəbəri olsun. Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət Agentliyi 2025-ci il 3 dekabr tarixindən etibarən 627 mənzilin güzəştlə satışa çıxarılacağını açıqlayıb. Satış prosesi 12 dekabr saat 11-ə davam edəcək. Manşetas saytı yazır ki, satış Hövsan, Sumqayıt, Lənkəran, Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərini əhatə edir. Mənzillərin əldə olunması güzəştli mənzil sistemi vasitəsilə tam elektron qaydada həyata keçiriləcək. Gözləmə qaydasında mənzillərin seçimi 9 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr 11-ə davam edəcək. Yalnız güzəşli mənzil sistemində elektron kabinetdə olan vətəndaşlar satışda iştirak edə biləcək. Aylıq 236 manat. Baxın aziz dostlar, şan balımızı görürsünüz. Ay can, ay can, şan da şandır. Allah buna bərəkət olsun. Şanın gözəlliyinə baxın. Müştəri üçün doğrayıb göndərik. Kim əgər istəsə, bizlə əlaqə saxlayaraq əldə eləyə bilər bu şanlardan. 1001 dərdin dərmanı nə yaxından bunu çəkilsə göstərir. Baxın, şanın gözəlliyinə baxın. Sən gelib sifariş edə bilərsiniz.